Bu tarz videoları necə düzəldə bilərik? Sadəcə 30 saniyə sən də düzəldə bilərsən. Çox rahat. Zamanım çağırsa eller gedərəm davaya. Play Marketdən indirdiğimiz Klingai proqramına daxil olub Google'dan qeydiyyatdan keçdikdən sonra bu işarənin üstünə klik edirik. Bura klik edildikdən sonra qaleriyadakı videomuzu bunu klik edib buradan seçirik. 9 saniyə olmalıdır video. TikTok'ta gördüğümüz hər hansı bir videonu endirib 9 saniyə hissəsini kəsib bu proqramın içinə yükləyirik. Yüklədikdən sonra gördüğünüz kimi bu hissəyə də fotomuzu əlavə edirik. Hansı fotosu özgüvən tavansa özünüzün fotosunu, yoxsa başqa bir fotonu da daxil edə bilərsiniz. Və burada 50 kredi verir. Həmin 50 kredinin üstünə klik edirik və videomuzu artıq hazırlamağa başlayırıq. Onu da deyim ki, videolar ödənişlidir. Yəni 4 dənə videonu 2 manata hazırlayır. Və artıq videomuz hazırdır. Ox şərəsini basıb buradan da telefonumuzu yaddaşına endirə bilərik. Bu qədər sadə. Videom faydalı olsa bəyənib takip etməyi unutmayın. Sağ olun. Salamat qalın. Bütün videolarda görüşərik.